Salam. Bu günlər sizə calaqaltılar haqqında danışacağım. Calaqaltılar mövzusu geniş mövzudur. Alma, armud, şaftalı, nektarin, gilas vişnə calaqaltıları olaraq 3 ayrı çəkilişlər fikirlərimi sizinlə bölüşəcəm. Bugün ancaq gilasdan danışacağım. Növbəti çəkilişlərdə digər calaqaltılara da toxunacağım. Almaya, armuda, nektarina, şaftalıya. Calaqaltı deyəndə, yəni seçəndə 3 əsas faktoru diqqət almaq lazımdır. Birinci, torpaq şəraiti diqqət alınmalıdır. Qumlu, gilli, karbonatlı, rütubətli və ya quru torpağa görə calaqaltı seçilməlidir. İkinci, iqlim diqqətə alınmalıdır. Quraqlıq və eyni zamanda iqlimin şaxtası nəzərə alınmalıdır. Üçüncü, bağın tipi nəzərə alınmalıdır. Yəni intensiv, super intensiv, yoxsa klassik bağ qurulacaq və s. və ilə axır. Yəni bunu artırmaq da olar. Mən özüm üç əsas faktoru göstərdim. Məsələn, sortun uyğunluğudur. Bəzi calaqaltılar var ki, bütün sort gilas sortları üçün uyğun olmaya bilər. Məsələn, erkən məhsula girməsi diqqətə alına bilər. Yəni əsas sadaladığım 3 faktor önəmlidir. Məsələn, Mazart Pirinus avium, yəni yerli cır, güclü iri ağaclar üçün, klassik bağlar üçün nəzərdə tutulan calaqaltıdır. Mahalepdir, ya Pirinus mahalep elmi adı. Bu da yerli cırlardan sayılır. Bu orta ölçülü bağlar üçündür. Bu əsasən isti iqlim qurşaqlarında rast gəlinir. Yerli cırlardandır, yəni meşə cırlarından. Buna başqa da Pirinus cerasus, yəni vişnə. Bu da köhnə sortlardandır. Bunlar yerli cırlardır. Haqqında da çox danışmaq istəmirəm. Çünki bugün demək olar ki, bu calaqaltılara müraciət yoxdur. Bugün əsas müzakirə mövzusu Gizella 5'dir, Gizella 6'dır, Maxima 14'dür. Veyrut kimi müasir seleksiya məhsullarıdır. Maxima 60 da var. Bizdə o qədər istifadə olunur. Əsasən intensiv bağlar üçün Gizella 5, 6 və Colt. Bayaq Colt yadımdan çıxdı deyəm. Colt da yerli Pirinus aviumla kitay vişnəsinin Pirinus pseudoceresasdır, nədir, belə bir adda kitay vişnəsinin hibrididir. İngilis məhsulu sayılsa da yarı yerlidir. Bunlar əsasən intensiv bağlar üçün nəzərdə tutulan calaqaltılardır. Bunların cırtdan və yarım cırtdan xüsusiyyətləri intensiv bağçılıqda əsas götürülür. Gizella 5, Gizella 6 və Colt'a görə daha erkənçi calaqaltıdır. Amma Colt və Gizella 6 orta kateqoriya torpaqlara uyğundursa, Gizella 5 isə həddən artıq münbitlik tələb edən torpaqları sevir. Uyğun torpaqda əkilməsi xəstəliklərdə davamiyyəti də aşağı olur. Problemləri çox olur. Maksimum 14 isə yarım cırtdan calaqaltı olsa da demək olar ki, həm klassik əkinçilikdə, həm müasir bağçılıqda geniş istifadə olunur. İndi isə nəyin doğru, nəyin səhv olduğunu toxunaq. Gördüyünüz kimi başdan saydığım əsas 3 faktor demək olar ki, diqqətə alınmır. Gəlin Gizella 5, 6 və maksimum 14'ün kök xüsusiyyətlərini incələyək. Məsələn, Gizella 5 dayaz və yanlara yayılan kök quruluşunda olur. Torpağın üst qatlarında daha çox inkişaf etməsi ağacın köklərinin daha çox havalanma tələb edən torpaqlara uyğunluğunu göstərir. Havalanması zəif olan torpaqlarda Gizella 5 öz xüsusiyyətlərini ortaya qoya bilməz. Şirə və qəhran, xəstəliklərə müqavimətsizlik, həşəratlara dayanıqsızlıq göstərməsi normaldır. Eyni zamanda bu saydığım məsələlərdə məhsuldarlıqda da özünü göstərməlidir. Gizella 6, Gizella 5'ə görə az dərinə gedən sortdur. Kökləri də nisbətən yanlara daha yaxşı yayılır. Quraqlığa nisbətən dözümlüdür, Gizella 5'ə nisbətən də yəni. Amma bircə dəfə də olsun suyunun bol verilməsindən xoşlanmır və bu mütləq kök problemlərini ortaya çıxardır. Yəni bir dəfəsində belə mütləq şəkildə bir problem çıxardır. Maksimum 14'ə gəldikdə isə kök sistemi daha dərinə və yanlara inkişaf edən sortdur. Əhəngili, karbonatlı torpaqlara yaxşı uyğunlaşır. Quraqlığa da davamlıdır. Alman gizellalarının hamısı zəif kök quruluşuna görə dayaq sisteminə, stulbuya ehtiyac duyur. Amma maksimum 14 kök quruluşu küləyə, hətta qeyri-simmetrik budamaya falan da davamlıdır. Bura qədər bildiyimiz mövzular. İndi keçək reallığa. Demək, birinci torpaq tipi diqqətə alınmalıdır. Kim torpaq tipini diqqətə alır? Kimin intensiv bağ qurmaq imkanı varsa, gedir intensiv bağ qurur. Kimin imkanı zəifdirsə, gedir klassik bağ qurur. Yəni, torpağımın intensiv bağa uyğunluğu, ay klassik bağa uyğunluğu deyə kimsə nəyisə diqqətə almır.
Məsələn, Gizella calaqaltılar ən çox torpaq tipinə həssas calaqaltılar sayılır. Biz isə Gizella üçün bu həssaslığı diqqətə almadığımıza görə Gizellanın da bu günləri problemli calaqaltılardan hesab edirik. Yəni belə deyək ki, bu halda Gizellanın düzgün potensialından xəbərimiz ola bilərmi? Ola bilməz. Bugün Maxima daha çox moddadır. Səbəb Maximanın yüksək potensialından çox Gizellanın daha çox problemli olmasıdır. Əslində Gizella da problemli deyil. Gizellanın uyğun torpağında əkilməməsidir problemi. Hər halda deyəcəklər ki, Gizella uyğun torpaqlarda əkilir və biz bunları diqqətə alırıq. Amma dərin elmi məlumatlara əsasən ölkənin şimal zonası, yəni dərin elmi məlumatlar deyəndə 2-3 gün bundan qabaq çox dərin elmi məlumatlar bölüşüldü insanlarla. Oradan aydın oldu ki, ölkənin şimal zonası yüksək karbonatlı və yüksək pH-lı torpaqlardır. Bu xüsusiyyətləri də Gizella üçün uyğun deyil. O zaman hər halda qəbul etmək olar ki, Gizella üçün birinci qayda diqqətə alınmayıb. Torpaqlar üçün uyğunsuzluğu, yəni tipin torpaqlar üçün uyğunsuzluğunu da mən demirəm. Yəni Almanlar özləri belə deyir.